Bəzi genetik xəstəliklər 3, 4, 5, bəzən də 9-cu nəsildə meydana çıxır. Siz bir yad adamla evlənirsiniz, o adamın da 9-cu nəsildir. Onun özündən əvvəlki nəsil haqqında məlumatınız yoxdur axı. Siz nə bilirsiniz ki, onda psixi xəstəlik olmuyor, onun nəsli. Bəlkə onda çıxacaq o özə. O baxımdan bu genetika üzərində bu məsələləri tənzimləmək düzgün deyil bu. İkinci biz bir İslam dövləti, İslam xalqı. Quran-ı Kərimdə kiminlə evlənmək olar, o yazılıbdır. Siyasi var, hansı qadınlarla evlənmək olar, hansının olmaz. Biz əgər deyirsiniz ki, Allah hər şeyi biləndir, biz deyirsiniz ki, Allah ədalətlidir, biz deyirik ki, müsəlmanlıq, onda sual verirəm. Allahın Quran-ı Kərimdə müəyyən etdiyi qaydanı qadağan eləmək nə deməkdir? Allah biz qədər bilmir ki, qohumluq əlaqələrindən bu ola bilər. Bu bir ikincisi. Təbiətdə biz bilirik axı, yaxşı cinsi əldə eləməsi ilə cinsi təmizləyir, özü ilə cütləşdirir ki, cins təmizlənsin. Yəni, məsələn, elə ailələr var ki, baxsan, o ailələrdə birinci nəsil, ikinci nəsil, böyük adamlar, məsələn, Joliot Curie, Pierre Curie, ikisi də Nobel mükafatıdır, onların uşaqları da Nobel mükafatıdır. Deməli, təkcə bu qan qarışıqlığı mənfi tendensiyalar üzrə çıxarmır. Həm də əgər bir nəsildə yüksək istedad, qabiliyyət varsa, qohum əlaqələri güclü şəkildə onları da meydana çıxardır. Siz indi bir qərar verdiniz, irsi xəstəliklər azalacaq. Eyni zamanda dahilərin yetişməsi, böyük sənət adamın yetişməsi də azalacaq.